رسول الله الأمين حبيبنا وحبيب إله العالمين أبي القاسم محمد اللهم صل على محمد واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين عليهم السلام. Allah'ın salam ve rahmeti olsun. Aziz, değerli bazı ve kardeşlerime, bugün cümedir. Cümemiz mübarek olsun inşallah. Cümlədə cəm olduğumuz kimi Allah Teala bizləri öz evində, öz cənnətində cəm eləsin. Hər zaman olduğu kimi ilk öncə özümü və sonra sizləri ilahi təqvaya riayət etməyə dəvət eləyirəm. Allahın əmrində möhkəm olaq, Allahın halalın özümüz üçün və gələcək nəslimiz üçün əbədi halal, Allah'ın haram buyurduğu şeyler ise özümüz ve geleceğin neslimiz için ebedi haram bilək. Bugün danıştığımız xütbə ümid edirəm ki, hər kəsi məmnun edəcək və çalışıram ki, bu xütbələr silsilə şəklində davamlı olsun. Və bugün də danıştığım mövzular və xütbələrdən də biri, mənim özümə sual verirlər ki, insan niyə çətinlik çəkir? Allah bizi yaratmıb ki, insanlara məşəqqət versin, insanlara əziyyət versin. Niyə bəzi insanlar var dövlət içində yaşayır? Niyə görə bəzi insanlar yoxsulluq içindədir? Niyə bir qism insan sağlamdır, bir qism insanlar xəstədirlər? Niyə dua edirik, amma istədiyimiz olmur? Allah Teala niyə bizi çətinliyə salır? Niyə bizi çətinliklərlə sınayır? Bax, bu suallardır. Ümid edirəm, cavabları biz sizə dəlillərlə, sübutlarla gətirəcəyik. Amma bu suallara cavab olaraq gəlin Quran-ı Kərimə müraciət eləyək. Görək Quran-ı Kərimin bu barədə məlumatları və mesajları hansılardır? İlk öncə Əl-Mülk surəsinin 2-ci ayəsini mən sizin nəzərinizə çatdırmaq istəyirəm. Allah Teala buyurur ki, "Ellezî halaqal mauta vel hayata liyebluvakum eyyukum ahsanu amela." Bu ayəni bizə anladır. Nə deməkdir? Allah, o, ellezî, Allah, hansınızın daha gözəl əməl sahibi olacağını sınamaq üçün ölümü və həyatı yarattı. Bizi dünyaya gətirir, bizə ölüm də verir, həyat da verir və sınayır. Görək bizim bu həyatda imtihanlara qarşı gücümüz nə qədərdir? Əl-Mülk surəsinin 2-ci ayəsində Allah Teala buyurur, mən həyatı və ölümü yarattım ki, siz hansınız yaxşı əməl sahibi olduğunuzun fərqində olasınız. Deməli, ayənin məqsədi insanın dünyada rahatçılığı deyil, imtihanıdır. İnsanlar dünyaya rahat olmaq üçün, keyf eləmək üçün gəlməyib. İmtihan üçün gəlib. Təsəvvür eləyin, bir müəllim şagirdə imtihan vermədən qiymət yazmaz. Onun bilgisini, onun savadını, onun mütaliyəsini nəzərə alaraq və onun qiyməti nədir ona verəcək. Öncədən müəllim şagirdə qiymət verirsə, deməli burada
nəsə bir amma var. Yoxlamadan, bilmədən mümkün deyil. Allah Teala da insanın daxilindəki səbri, imanı, inamı, Allaha olan təvəkkülünü, Allaha olan ixlasını yoxluyur və onun nəticəsini insana başa salmaq üçün, gücünü insana başa salmaq üçün bu imtihanlardan insanları keçirdir. Görüm ki, bu məsələlərdə, çətinliklərdə bu necə şükür eləyəcək, özünü necə aparacaq. Bəzilərini Allah Teala Quranda buyurur ki, "Vallahu faddala ba'dakum ala ba'din fi'r-rizq." Mən bəzilərini var dövlətli eləyirəm. İmkan verirəm, imtiyaz verirəm, ona bütün dünyanın nə qədər maddi rifah varsa verirəm. Birini də kasıb eləyirəm. Var dövləti verirəm, onu yoxluyuram. Kasıb eləyirəm, yoxluyuram. Sonra onu yerini dəyişdirirəm. Varlığını eləyir fəqir, fəqri eləyir imkanlı. Bu Allah Teala'nın imtiyazıdır. Görün bu var dövlətdən necə, hara, necə istifadə eləyəcək. Əgər bizim dünyada imtihanlarımız daimi olsaydı, biz uzaq çıxa bilməzdik. Nə yaxşı ki, imtihan və çətinliklərimiz müvəqqətidir. Daimi deyil. Əxlaq alimləri yazırlar ki, çətinlik insanın gizli gücünün potensialıdır. Yəni, sənin çətinliyin sənin daxilində olan gücü ortaya qoyur. Qızıl odda saflaşır. Dəmir odda bərkiyir. İnsan da çətinliklə tanınır. O belə bir söz var, deyir, Zemestan çəkməyən bülbül baharın qədrini bilməz. Qışı görməyən yayın qədrini bilməz. Çətinlik görməyən insan rifaha çata bilməz. İmam Əleyhisselam buyurur ki, bəla zalim üçün cəzadır. Əgər zalıma bir bəla, çətinlik gəlirsə, deməli bu bəla cəzadır. Kim üçün? Zalim üçün. Əgər möminə bir dənə bəla gəlirsə, hadisə gəlirsə, bu imtihandır. Övliyalar üçün isə dərəcələrin yüksəlişidir. İnsan niyə çətinlik çəkir? Sualımız belə idi. Allah Teala bizi böyütmək üçün sınağa çəkir. Bir uşağı düşünün, əgər o həmişə anasının qucağında qalsa, heç vaxt yeriməyi öyrənməyəcək. Ananın qucağında olan uşaq böyüyər, amma yeriməyi bacarmayacaq. Yeriyərkən yıxılacaq, ağlayacaq, yenidən qalxacaq. Amma o yıxılmaq onun ayaqlarının güclənməsi deməkdir. O bizdə belə bir söz var, deyir ki, uşaq yıxıla-yıxıla böyüyür. Onun ayağının güclənməsidir. İnsan da belədir. Heç görmüsünüz ki, çiğ əti süfrəyə, masaya qoysunlar? Mümkün deyil. Kimin qarşısına bir çiğ ət gətirilib qoyulsa bir masaya, deyərlər sən mənə qarşı ehtiramsızlıq eləyirsən. Ət bişməsə masaya qoyulmaz. İnsan bu dünyanın bəlasında bişməsə, insan o yüksək məqamlara çata bilməyəcək. Bir qism insanlar, mən keçən səfərdə bunu qeyd etmişdim, yoxlamaq üçün, imtihan üçün Allah Teala görürsən buna pul verir, vəzifə verir, şans verir, bütün qüdrəti verir. Gəlir o həddə çatır ki, bəzən fironluq dərəcəsinə gəlir çatır ki, mən. Bu mənlər insanı ən böyük bir bəlaya salır və o cümlədə də insanın dünyəvi var dövləti gətirir, insanı bu yerə çatdırır və cəmaatın da içində, qohumları içində deyir ki, sizin nə imkanlarınız var görürsən, nəsildə Allah məni bir dənə çatdırdı bu yerə. Bilirsiniz niyə? Çünki Allah məni sevir. İndi onun düşüncəsində belədir. Mən indi o Allahın düşüncəsinin, fikirlərini demirəm sizə. İnsanın düşüncəsi. Deməli, nəsildə Allah məni pullu eləyib. Bilirsiniz niyə?
mənə görə bu ego, təkəbbürlük, mənəm gətirir o ifrat dərəcədə. Deyir, o qədər gəlir, çatır ki, deyir ki, Rəbbi əkrəməni, deyəsən Allah məni sevib, sizin içinizdə seçib ki, məni var eləyib. Bu yanlış düşüncədir. Bəzi adamlar da o var dövlət ki, onu gətirmişdi fironluq dərəcəsində, mən deyirdim, mən nəslin ağsaqqalıyam deyirdi pula görə. Elə ki, o pulu var dövlət əlindən alandan sonra deyir ki, Rəbbi əhanən, deyəsən Allah məni unutdu. Xeyr, Allah heç kimi unutmaz. Allah yaratdığı bəndəni sadəcə müşahidə eləyir, imtihan eləyir. Görün bu özünü necə aparacaq. Atalar mən görmüşəm, da mən özümü demirəm, yəni mənim yaşlı insanlar var burada, ayıb olar. 2-3 övladı var, kənardan müşahidə eləyir övladların. Görün mənim bu övladlarımın hansı fərridir, hansı zirəkdir, hansı ağıllıdır, hansı zamana görə baş çıxardacaq və sonda o məhəbbəti gizlində, ürəyində saxlayır ki, mənim deməli 3 dənə oğlum varsa, 5 dənə uşağım varsa, o 5 dənə uşağım bir ağıllıdır. O ağıllı onun içindədir və o lazım olan məqamda o imtiyazlardan istifadə edir. Həmən o uşağın zəkasından istifadə edir. İnsanlar var, mənə də müraciət edirlər, deyir, mən namaz qılıram, dua eləyirəm. Bəs niyə çətinliyə düşürəm? Çünki, cavabı bax qısadır, bəsitdir. Çünki Allah Taala səni unutduğu üçün deyil. Yəni, bu mənada ki, Allah səni unutmayıb ki, yaddan çıxartmayıb ki, sən namazda qılırsan, dua eləyirsən, amma çətinliyə düşürsən, yox. Çünki Allah Taala səni unutduğu üçün deyil, səni tərbiyə etdiyi üçün imtihan eləyir. Səni tərbiyə eləyir. Bir bağban meyvə verməyən ağacı budamır. Heç görmürsünüz ki, bir bağban meyvə olmayan ağacı budasın, yox. Bilir ki, bu meyvə verən deyil. Ən çox qulluq etdiyi ağacı buduyur ki, daha da çox bəhrə versin. Allah Taala da belədir. Əgər xəstəliyi olmasaydı, sağlamlığın qədri bilinməzdi. Əgər qaranlıq olmasaydı, işığın gözəlliyini insan görməzdi. Əgər ölüm olmasaydı, həyatın mənasını, ləzzətini insan hiss eləməzdi. Bunlar hamısı imtihandır. Və sənin bu həyatda yaşadığın çətinliklər də müvəqqətidir. Ariflərdən biri belə bir söz deyir, dünyanın hikməti ziddiyyətlər üzərində qurulur. Rəqabətlər üzərində qurulur. Mən bunu keçən xütbələrdə də demişəm. Quranda Əyyub Peyğəmbərin xəstəliyi, Yaqub Peyğəmbərin oğlu Yusifin itməsinə görə başına nə müsibətlər gəldi. Bir dəfədə nə Əyyub Peyğəmbər, nə Musa Peyğəmbər, nə Həzrəti İdris, nə Həzrəti Rəsulullah Peyğəmbərlərin həyatına nəzər salanda niyə sözü deməyib? Niyə mənim başım ağrıdı? İlahi, niyə qonşumu görmürdün ki, qonşum bu qədər cinayətlərin içindeydi, ona bəla vermədin, gəldi o bəla mənim içimdədir. İndi bizdə bəzən kənd yerində adamlar var, qadınlar var, inciməsin. Mən bunu kişilərdə də, qadınlarda görmüşəm. Evdə, kənd yerində, həyatda heyvanı var. Heyvan ölür, deyir ilahi, kaş canıma bəla gələydi, heyvana dəyməyəydi. Bu nə qədər absurddur. Hədislərdə var ki, evdə heyvan saxlayın ki, bəla gələndə qoy heyvana gəlsin, sənə yox. Deyir ki, qoy mənə dəysin, yaxşı sənə bəla gəldi. Bugün sən xəstə olandan sonra o var dövlət nəyə lazımdır? Sən böyük xəstəliklərə duçar olandan sonra, o yağlı qidaları yeyə bilməyəndən sonra o var dövlətin sənin gözünün önündə bəladan başqa bir şey deyil. Adam var, görürsən 50 dənə xəstəliyi var, deyir istəmirəm bu var dövləti, kaş canım sağ olaydı. Adam var, görürsən ki, ayda kifayət qədər zəhmətinə görə maaşı var, məvacibi var, baxırsan, görürsən ki, deyir top dağıdmaz.
Adam var görsən gecə gündüz zəhmət çəkir, işləyir amma yeyə bilmir. Yeyə bilmirsənsə niyə yığmısan? Ay bədbəxt. Sən bunu xərcləyə bilmirsənsə, xərcləyə bilmirsənsə, bu həyatın nə ləzzəti var? Bizi şükürdən çox niyələr çox narahat eləyir. Biz o niyələrin yerinə kaşkilər, yerinə şükürlər eləyəydik. Peyğəmbərlərin heç biri şikayət eləmədi, niyə demədi? Görün, Yusuf Peyğəmbər 86-cı ayədə nə buyurur? Qalə, innəmə əşqü bəthi və huzni. Bir dənə ayə bəsdir. Başqa ayəyə mən keçmək istəmirəm. Görün, Yaqub Peyğəmbər və Yusuf Peyğəmbər, digər Peyğəmbərlər Allaha necə müraciət ediblər, şikayət eləmiblər. Deyir ki, mən dərd və qəmimi yalnız Allahla bölüşürəm. Mən qəmimi, dərdimi yalnız və yalnız Allahla bölüşürəm. Sən dərdi və Allahla bölüşəcəksənsə, sənin qəmin olmayacaq. Sənin dərdi və şərik olan tapılacaq. Sən qəmivi dostlarınla, yaxınlarınla bölüşüb, qəmi ona ötürəcəksənsə, o səndən qaçacaqsa, sənin dərdi və əlac eləməyəcək. Yeganə Allahdır. Allah buyurur, qulum, gəl, hər nə istəyirsən məndən istə. Və fikrimi tamamlamaq istəyirəm bir ibrətli kəlamla. Sonra ikinci xütbəni də qısa edəcəm. Bir arifdən soruşurlar, iman əhlindən, bəsirət əhlindən. Soruşurlar ki, İnsan niyə çətinlik çəkir? Bizim mövzumuz, bugün xütbəmiz bu idi də. İnsan niyə zəhmət çəkir? İnsan niyə çətinlik çəkir? Arif adam həmən adamları yanına çağırır. Bir xalça toxuyanlar var imiş orada, xalça tox. Gətirir orada, xalçanın arxa tərəfini göstərir. Həmən o adamlara niyə biz çətinlik çəkirik? Xalçanın arxa tərəfini göstərir. Baxırlar, görürlər ki, xalçanın arxa tərəfi, saplar hamısı qarışıqdır. Xalça toxuyan görmürsünüz də, arxa tərəfi hələ tam istehsal bitmir. Orada qarma qarışıqlıqdır, rənglər də qarma qarışıqlıqdır. Sonra həmən Arif deyir ki, xalçanı çevirin. Üst tərəfini göstərirlər. Baxıb görürlər ki, möhtəşəm bir dənə naxış görünür. Möhtəşəm bir naxış. Arif adam bunları anladır, deyir, bilirsiniz mən xalçanın arxa tərəfin, üst tərəfini niyə göstərdim? Dedi, biz həyatın arxa tərəfini görürük. O xalçanın ki, arxa tərəfində rənglər bulaşıb, elə tam elə formasında deyilsə, Allah isə onu ön tərəfini görür. O möhtəşəm olan bir naxışları ki, görür, amma biz o naxışlara çatmaq üçün o çətinlikdən, qarışıqlardan keçməliyik. Belə bir söz var, birənc gənc müyəssər nemişə və zəhmətsiz xəzinə toplamaq olmaz. Bütün dərdin də dərmanı Allahın əlindədir. Əgər sən görürsən evində doğman xəstədirsə, onun şükrünü elə. Bədənin sağlam idisə, indi xəstəliyə gəlib mübtəla olmuşsansa şükr elə. Allah mərhum Füzuliyə rəhmət eləsin. Mərhum Füzulidə belə bir beyt var. Deyir ki, qafil olmaz dərdidən dərdə giriftar eyləyən. Qafil olmaz dərdidən dərdə giriftar eyləyən. Aşıqi sadiq deyil dərdini izhar eyləyə. Əl çəkin dərdim əlacından ki, təhqiq etmişəm. İstəsə səhhət verər bimarə, bimar eyləyən. Dərd də ondan, dərman da ondan. Sən ondan istə, başqalarından yox. Ona görə bugün çalışaq, bütün çətinliklərin müqabilində Allaha şükranlıq edək. Çünki müvəqqətidir, keçicidir, daimi deyil. Ona görə çalışacağıq ki, bütün bu çətinliklər, xəstəliklər, kasıbçılıq, yoxsulluq, imkansızlıq, ondan sonra qəlbimizin daralması müvəqqəti olduğuna görə bütün hallarda şükür edəcəyik, namaz qılacağıq, səbr edəcəyik. Allah Teala bu çətinlikləri bizdən inşallah götürəcək. Allah Muhammed Ali Muhammedin xatirinə çətinliklərimizi asanlaşdırsın. Aqibətimizi xeyr eləsin. Axirətimizi xeyr eləsin. Gələcək günlərimizi xeyr eləsin.
Allah bizi alçaqların, şərəfsizlərin qarşısında əyməsin. Allah bizi namərd qarşısında əyməsin. Allah Teala torpaqlarımızın bütövlüyünü əlimizdən almasın. Azərbaycan bayrağın, dünya bayraqları içində Əhl-i Beyt bayrağı ilə uca eləsin. Allah Teala düşmənlərə fürsət verməsin. Allah Quran və Əhl-i Beyt xatirinə balalarımıza, gənclərimizə, cavanlarımıza tövbə nəsib eləsin. Allah Teala ağlımızı əlimizdən almasın. Şəhidlərin ruhlarını bizə duası eləsin. Allah qazilərimizə, yaralılarımıza, xəstələrimizə, xəstəxanada olanlara şəfa versin. Allah Teala dərdi olmayanlara, dərdi bilinməyənlərə, dərdlərinə dərman eləsin inşallah. O kəslər ki, analar, bacılar, qardaşlar, əmilər evlərindən çıxıb cümə günü Allah evinə üz gətiriblərsə, üz çeviriblərsə, üz tutublarsa, ilahi bu evdən qardaş və bacılarımızı əli boş yola salma. Bilirsiniz, səfər ayının ikinci xütbəni qısa olaraq səfər ayından məlumat verəcəm. Səfər ayının hörmətinə ilahi aylarımızı bərəkətli, xeyirli və ruzili elə. Borcu olanların borcularını əda elə. İlahi borcu olanlarla yanaşı o kəslər ki, məndən dua istəyiblər. Muhammed Ali Muhammedin xatirinə övladı olmayanlar var, sıxıntısı olanlar var. Onların da bütün çətin və sıxıntılarını rahatçılıqla həll elə inşallah. Dualarımızın qəbul haqqında Muhammed Ali Muhammedə salavat. Allahümmə salli ala Bismillahirrahmanirrahim. Təşəkkür eləyirəm, əziz bacı və qardaşlarım, doğmalarım, minnətdarlığımı bildirirəm. Qısa olaraq ikinci xütbəmi də hər zaman mənə sual verirlər səfər ayı ilə bağlı. Artıq bilirsiniz, səfər ayı başladı. Çoxları belə bir müzakirə obyekt formasına gətirib çıxardıblar ki, səfər ayında deyirlər ağır aydı. Belə bir söz eşitmişsiniz də yəqin. Səfər ayı ağır aydı. Səfər ayında iş görmək olmaz. Belə bir sözlər gəzir. Bu inancılar insanların arasında var. Amma mən istəyirəm qısa olaraq niyə görə səfər ayı ağır aydı deyənlər və onlara cavab vermək istəyirəm. Ümumiyyətlə ay sadəcə zaman ölçüsüdür. Bunu hər kəs bilməlidir. Bütün aylar zaman ölçüsüdür. İndi mən belə bir sual ortaya qoyuram və təbii ki, onun cavabını verəcəm. Əgər həqiqətən səfər ayı uğursuz ay olsaydı, həmin ayda doğulan bütün uşaqlar uğursuz taleyi yaşayacaqdılar. Elə deyil. Deyirdilər ki, səfər ayı uğursuzdur. Səfər ayında iş görmək olmaz. Səfər ayı ağır aydır. Onda belə çıxır ki, səfər ayında dünyaya gələn insanlar, uşaqlar uğursuz taleyi yaşayacaqlar. Bu doğru yanaşma deyil. Bəs niyə insanlar səfər ayının ağır ay kimi təqdim eləyirlər, onu tanıtdırırlar? Bilirsiniz ki, səfər ayında xüsusilə biraz Məhərrəmə də qayıdaq. Məhərrəm və səfər aylarında Kərbəla əsirlərinin Küfə və Şam şəhərinə aparıldığı günlərə təsadüf etdiyinə görə ağır ay deyirlər. Məhərrəmli ayı hətta bitib, səfər ayına keçib, səfər ayında da 14 əsr bundan öncə Kərbəla hadisəsində baş verən nahaq öldürülmüş İmam Hüseyn və onun balalarını Yezid tərəfindən zülm edərək, haqlarına girərək şəhid ediblər. Onların Kərbəla, Küfə və Şam şəhərlərinə əl bağlı getmələrinin səbəbləridir ki, səfər ayı deyirlər, ağır aydı. Bu bir. İkincisi, səfər ayı niyə görə ağır aydı? Çünki o ayda şəhadət ayları var. İmam Həsən, Həzrət Əl-İslamın oğlu, ikinci imam, İmam Həsənin şəhadət gününə təsadüf eləyir. Səfər ayı ağır aydı, ona görə deyirlər ki, 8-ci imam, İmam Rıza əleyhissalamın şəhadət gününə təsadüf eləyir. Səfər ayında Muhammed Resulullah sallallahu aleyhi və aleyhi və səlləm və onun pak ailəsinə Allahın salam və rəhməti olsun, Allah Resulunun şəhadət və vəfat günlərinə təsadüf edir. Səfər ayında Ərbəyin ziyarəti var. Mən bunu qısa olaraq deyirəm, o ağırlığa gətirib çıxartmaq istəyirəm. Nəticə itibarı ilə ağır, bunu yadda saxlayın, ağır olan aylar deyil. Ağır olan günahlarımızdır.
Ağır olan aylar değil, ağır olan günahlarımızdır. Uğursuz olan zaman değil, Allah'tan uzak düşen kalpler uğursuzdur. Bura kadar. Allah akıbetimizi hayır eləsin. Allah gelen günlerimizi bereketli ve hayırlı eləsin. İnşallah namaza hazırlaşaq.